Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərindən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci 5 illik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə 5 illik regional inkişaf proqramı qəbul edilmişdir. Və bunun nəticəsində bütün regionlar canlandı. Regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edilmişdir. Bugün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdır. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni, kəndlərin dirçəldilməsi üçün və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdur. O ildən bu yana bölgələrdə geniş miqyaslı infrastruktur layihələri icra edildi. Əgər biz azad edilmiş torpaqları istisna etsək, bugün ölkə üzrə qazlaşmanın səviyyəsi 96%-dir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur. Nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral və şəhərlər arası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir. İlk növbədə Taxta Körpü, Şəmkirçay, Göytəpə və digər kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə bölgələrin inkişafı və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Və bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir. Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, geniş miqyaslı və çox çeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri və bu da deyə bilərəm ki, dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. O cümlədən güzəştli kreditlərin verilməsi, dövlət xətti ilə bugün də həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsəl üçün,
Əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən ilə artırdı. Amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Və həm məhsuldarlıq çox aşağı səviyyədə idi, haradasa maksimum 1 ton hektardan, köhnə dillə desək 10 sentner və pambıq istehsalı Azərbaycanda 20.000 tona düşmüşdü. Görülmüş tədbirlər nəticəsində ildən ilə aparılan islahatlar nəticəsində bugün həm məhsuldarlıq artıb, həm də istehsal artıb. İndi bugün son nəticələrə görə 360.000 tondan çox pambıq istehsal edilmişdir və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdir. Görülmüş tədbirlər nəticəsində, dövlət dəstəyi nəticəsində baramaçılığı da biz bərpa etdik və bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdır. Və belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq bildirməliyəm ki, bir çox istiqamətlər üzrə bizim nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı hazırlansın, qəbul edilsin, hər tərəfli olsun, əhatəli olsun, həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret olmalıdır və qısa müddətli olmalıdır. Və bugün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir. Bugün dünyada gedən meyllər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur və bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. İkinci vacib amil bu yaxınlarda Bakıda keçirilmiş Dünya Urban Forumunun müzakirələrində də bu öz əksini tapmışdır. Geniş miqyaslı urbanizasiya. Yəni kəndlərdən şəhərlərə olan axın. Bu təkcə bizim ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyldir. Ancaq bəzi ölkələr sadəcə olaraq bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Və bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Bax, qeyd etdiyim regional inkişaf proqramının və proqramlarının dediyim kimi bir neçə proqram qəbul edilmişdir. Məqsədi də o idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi
fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları və orada yəni xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Onu da bildirməliyəm ki, biz regional inkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini uğurlu icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var. Məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən ilə azalır. Bizim 4000-dən çox məktəbimiz var. Bəlkə də biraz az, biraz çox. Onların oradasa deyə bilərəm ki, 80-85, bəlkə də 90% təmir edilib. Nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq üçün və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik. Yenə də deyirəm, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub, ancaq son bir neçə il ərzində müşahidə edilən kənd təsərrüfatı inkişafında durğunluq əlbəttə ki, bizi düşündürür və bu məqsədlə dövlət proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq, çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də dövlət proqramının icrasında xüsusi rolu olmalıdır. Və burada biznes nümayəndələrinin əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, müxtəlif mexanizmlərdən də biz istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına, sərmayə qoyulmasına daha böyük həcmdə nail olaq və eyni zamanda xarici investorları da biz həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bugün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən ilə artır. Bizim çox yüksək reputasiyamız var dünya miqyasında, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır. Və bir çox ölkələrin şirkətləri bizimlə əməkdaşlıq etmək istəyirlər müxtəlif sahələrdə. Və biz əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda xarici şirkətləri bizə lazım olan sahələrə biz cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır. Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təmin etmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55% səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, elə bu səviyyədə bizdə buğda istehsal olunur. Baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır və onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı
və onun özünü təmin etmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, ithal 1 milyon 267 min ton. Bax, bu ithalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır. Digər dənlilər üzrə vəziyyət prinsipi etibarilə müsbətdir. 95% özümüzü təmin edirik və ithal da çox cüzidir. Dənli paxlalar, daxili istehsal 23 min ton, ithal 15 min ton. Yəni, özümüzü təmin etmə indeksi 63%'dir. Kartof 91% özümüzü təmin edirik. 160 min ton ithal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz ithalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda daha böyük həcmdə ixrac etməliyik. Tərəvəz, bostan məhsulları, meyvə, gilə meyvə burada vəziyyət müsbətdir. Tərəvəz üzrə 107% özümüzü təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsal 460 min ton, ithal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104%. Meyvə, gilə meyvə 140%. Təminat, istehsal 1 milyon 400 min ton. İthalda var təbii, çünki müxtəlif meyvələr var ki, onlar ithal olunur, bizdə yetişmir. Amma ixracda kifayət qədər böyükdür, haradasa 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə dövlət proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Və bugün biz qoz fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik və bu istiqamət üzrə biz dünyada 3-cü, 4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı, özümüzü təmin etmə misalı 92%. İstehsal 211 min ton, ithal 28, ixrac da var, ixrac da 10 min. Mal əti 84% özümüzü təmin edirik, 30 min ton ithal edilir, 150 min ton daxili istehsal. Quş əti 82%, 147 min ton istehsal, 32 min ton ithal. Qoyun keçi əti 94%, istehsal 88, ithal 5 min ton. Yumurta 2 milyard 340 min ədəd istehsal olunur, ithal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları 81%. Təminat 23 min ton ithal.
İxrac 7. Bitki yağları özümüzü təmin edirik 52%. Kərə yağı 62%. İstehsal 26, ithal 20, ixrac 4000 ton. Çay 86%. İstehsal 11.000 ton, ithal 2.500, ixrac 1000 tona yaxın. Duz özümüzü təmin edirik, ixrac edirik 20.000 ton, daxili istehsal 80. Un 95%, daxili istehsal 1.364.000 ton, ithal 95, ixrac 28. Makaron məmulatları daxili istehsal 34.000, ithal 18, ixrac 14.000 ton, ümumi təminat 89%. Şəkər 102% özümüzü təmin edirik və 96.000 ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bax bizdə bugün ithal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm. Ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki xatırlamır. Artıq bu əfsuslar olsun ki, bəzən fəsadlar törədir, amma digər tərəfdən bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bugün ambarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın. Torpaqlardan səmərəli istifadə məsələsi və burada məqsəd maksimum məhsuldarlığı artırmaq və torpaqların dəqiq analizini aparmaq ki, hansı ərazidə, hansı torpaq sahəsində, hansı məhsulun yetişdirilməsi daha məqsədə uyğun ola bilər. Burada əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir, amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Hər bir sahə üzrə dəqiq analiz, təbii ki, onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir. O cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat, ölkə ərazisi o qədər də böyük deyil, ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb, ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin öz, necə deyərlər, pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə, fermer daha çox qazanc götürəcək, bu bir. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlildə aparılmalıdır və prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsulları
böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə əlbəttə bu amillər nəzərə alınmalıdır. Daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır. Həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk də 10 il bu davam edir. Belə olmaz. Yəni bu çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Kənd təsərrüfatı texnikası ilə təminat. Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur. Və burada da dövlət kifayət qədər fermerlər üçün qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən biz özümüz də indi kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq. Gübrə istehsalının artırılması. Biz indi karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir. Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə ixal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur. Müəyyən qıtlıq yaradılır. Ona görə əlbəttə ki, praqmatizm nöqteyi nəzərdən biz başa düşməliyik ki, bütün növ gübrələr biz istehsal edə bilməyəcəyik. Ancaq hər halda onların çeşidlərini biz genişləndirməliyik. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu artıq uzun illər davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri, yəni ki, bütün bunları daha da təkmil şəkildə biz həyata keçirməliyik. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar biz birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdır. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil və deyə bilərəm ki, son illər ərzində 400 min ton tutumlu soyuducu anbarlar Azərbaycanda yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı, burada da onların mütləq əksəriyyəti güzəştli, az faizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton soyuducu anbar tutumlu olan infrastruktur yaradılmalıdır. Su təchizatı. Bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi bir çox önəmli layihələr icra edildi. Su anbarları, Taxta Körpü, Şəmkirçay ən böyük su anbarlarıdır. Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal
orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələn çay su anbarlarının sayı 3 oldu. Xaçın çay, ondan sonra Su Qovşan, Sərsəng, Zabux çay su anbarı yenidən qurulduğu üçün Sovet vaxtında yox idi. Deməli, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işlər gedir. Qarabağ və Şərqi Zəngəzurda bizim 25% su ehtiyatlarımız formalaşır və onlardan səmərəli istifadə etmək həm o bölgənin su ilə təmin etmək mümkün olacaq, həm digər bölgələri. Çünki vaxtilə Sərsəng və Su Qovşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudları kənarında olan 7-8 rayonu su ilə təmin etməkdir. O vaxt işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir, digər kanalın tikintisi davam edir və beləliklə 8 rayona haradasa 100.000 hektar torpağa su veriləcək. Şirvan kanalı, bunun tikintisinə biz, yəni beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bugün məruzə ediləcək. Qarabağ kanalının biz bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ adlandırılırdı, amma aşağı Şirvan, aşağı Qarabağ kanallar olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni, bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da dövlət proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hal-hazırda, bu da dövlətin dəstəyi ilə mümkün olub, 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Və əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın nə qədər bizdə məhsuldarlıq arta bilər. Məhsuldarlığa gəldikdə son illər ərzində burada artım var və bunu biz yüksək qiymətləndiririk. Məsəl üçün, taxılçılıqda bizdə bugün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu haradasa 2 ton bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır. Pambıqçılıq, qeyd etdiyim kimi, cəmi 1 ton bizdə məhsuldarlıq idi hektardan. Görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrlər, hətta Sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd ən azı hər hektardan 5 ton götürmək. Və belə olan halda 100 min hektarda ki, bizdə pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Və əlbəttə ki, bunun ondan sonraki emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul. Məqsəd qoyulmalıdır ki, biz yəni maxlıc ixrac etməyək. Hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabrikalar qurulmalıdır və investorları mən buna dəvət edirəm. İntensiv bağçılıq. Bunun da müsbət nəticəsini biz görürük. O cümlədən azad edilmiş torpaqlarda, Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı, mən bu yaxınlarda Zəngilanda olarkən mənə məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni, intensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada məqsəd qoyulur ki, yeni
20 min hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun. İstixana kompleksləri. Bugün bizim 1500 hektar əhatə edən istixanalarımız var. 500 hektar əlavə olunmalıdır. Və burada da əlbəttə ki, ilk növbədə özəl sektorun fəaliyyətinə biz arxalanırıq. Ət, süd, quş əti 100% özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, haradasa 80-90% səviyyəsindədir. Bunu 100%-a çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var. Və bu proqram qeyd etdiyim kimi qısa müddətli olmalıdır. 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır. Bu proqramın icrası üçün cəmi 4 il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır. Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb, əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq. Özəl sektorun payı isə haradasa 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi 4 il yarım ərzində bunu biz həyata keçirməliyik. Ona görə proqram qəbul ediləndən dərhal sonra işlərə biz başlamalıyıq. İndi isə söz verilir Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova. Buyurun. Cənab Prezident, ilk növbədə aqrar sahənin inkişafı üçün mütəmadi olaraq verdiyiniz dəstəyə və qayğıya görə sizə özlərim minnətdarlığımı bildirmək istəyirəm. Qeyd edeyim ki, ölkəmizin aqrar sahəsində keçirilən islahatlar əsasını Ulu Öndər Heydər Əliyevin dönəmindən başlanmışdır və sizin rəhbərliyiniz dönəmində kənd təsərrüfatının inkişafı yeni bir mərhələyə qədəm qoymuş və çıxışınızda qeyd etdiyiniz kimi bir çox məsələlər, məhsuldarlığın artırılması, özünü təminat səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, fermerlərin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülmüşdür. İcazənizlə bu günləri aqrar sahənin inkişafı, mövcud vəziyyət və 2030 perspektivləri mövzusunda təqdimatı həyata keçirmək istəyirəm. Təqdimat 3 hissədən ibarətdir. İlkin giriş hissəsində kənd təsərrüfatının strateji əhəmiyyəti haqqında məlumat təqdim edəcəm. Daha sonra mövcud vəziyyət, çağırışlar, aqrar sahədə, bitkiçilikdə, heyvandarlıqda olan trendlər, aqrar ticarət dinamikası haqqında məlumat verəcək. Daha sonra isə bu çağırışlar əsasında sizin tapşırığınıza əsasən hazırlanmış dövlət proqramının əsas müddəaları təqdim olunacaq. İlk növbədə kənd təsərrüfatının ölkə üçün strateji əhəmiyyətini qeyd etmək istəyirəm. Qeyd edelim ki, 2025-ci ildə kənd təsərrüfatı ümumdaxili məhsulun 5,9%-ni təşkil etmişdir. Qeyri-neft qaz ümumdaxili məhsulunda isə 8,3% paya malik olmuşdur. Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, eyni zamanda ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı kimi istiqamətlərdə də və ixracın potensialının artırılması istiqamətində öz töhfəsini verən çox funksional bir sahədir. Və qeyd edim ki, əsasən də regionlarda məşğulluğun demək olar ki, 50%-i məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Kənd təsərrüfatı eyni zamanda çıxışınızda siz qeyd etdiyiniz kimi iqlimə çox məruz qalan sahədir. Eyni zamanda təbii resurslardan asılı olan bir sahədir. Azərbaycanda torpaq fondunun 55%-i kənd təsərrüfatında istifadə olunur.
İstehlak olunan suyun 70%-dən çoxu isə kənd təsərrüfatında istifadə olunur. Və bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik, eyni zamanda resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq. Bu səhifədə Cənab Prezident Azərbaycanda aqrar sahənin sektoral bölgüsü təqdim olunmuşdur. Qeyd edeyim ki, 2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olmuşdur. Bu istehsal həm heyvandarlıq, həm bitkiçilik sahəsi arasında demək olar ki, 50-50-yə paylanmışdır. Və bu da bizə əsas verir ki, biz hər iki istiqamətin ölkənin aqrar sahəsi inkişafında önəmli rol aldığını nəzərə alaq və prioritetlərimizi ona görə quraq. Ümumilikdə aqrar istehsalda meyvə və tərəvəz əkinçilikdə dənli paxlalılar, kartof istehsalı önəmli paya malikdir. Heyvandarlıq məhsulları içərisində süd, mal əti, quş əti, qoyun əti və yumurta istehsalı da önəmli istehsal payına malikdir. Meyvə və tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılması, həm aqrar istehsalın əlavə dəyərin yaradılması, eləcə də ixrac potensialının artırılmasına faydalı olur. Dənli paxlalı bitkilərin istehsalı isə ümumilikdə digər bitkiçilik məhsulları ilə müqayisədə iqtisadi səmərəliliyi aşağı olsa belə, ərzaq təhlükəsizliyi nöqteyi nəzərdən sizin vurğuladığınız kimi çox əhəmiyyətlidir və ona görə də bu bizim üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Süd və ət istehsalı aqrar sahədə payı olduqca yüksəkdir. Bu da bizə əsas verir ki, yeni dövlət proqramında heyvandarlıq istiqamətini və heyvandarlığın inkişaf etdirilməsi istiqamətində prioritet sahələrə önəm verək və onları prioritetləşdirək. Bir neçə məqama da bu qrafikdən diqqətinizi cəlb etmək istəyərəm. Meyvə və tərəvəz toplam istehsalın 27%-ni təşkil etdiyi halda onların torpam əkin sahəsindəki payı cəmisi 14%-dir. Dənli və paxlalı bitkilər və yem bitkiləri isə əkin sahəsində toplam 74% əkin sahəmizi tutduğu halda ümumi istehsalın toplam 11%-ni təşkil edir. Eyni zamanda özünün təmin etmə səviyyəsi ilə bağlı biz hal-hazırda siz də çıxışınızda qeyd etdiyiniz kimi meyvə və tərəvəzdə və eləcə də yumurta istehsalında 100%-in üstündə olduğu halda digər istiqamətlərdə ət, süd, buğda kimi kartof istehsalında hələ də qarşımızda çağırışlar durur və sizin tapşırığınız bunların 100% təminatına nail olmaq olacağını biz əlimizdən gələni edəcəyik. Burada isə Cənab Prezident icazənizlə bitkiçilik sektorunda olan trendləri təqdim etmək istəyirəm. Vurğulamaq istədiyim məqam son illərdə ekstensiv əkinçiliyinin öz inkişafını və resurs bazasını tükətdiyini göstərməkdir. Və bizim son illərdə əsas inkişafımız və artımımız məhz intensiv əkinçilik hesabına olmuşdur. Ümumilikdə bitkiçilikdə intensiv əkinçiliyə keçidin sürətləndirilməsi sizin vurğuladığınız kimi müasir suvarmanın tətbiqindən çox asılıdır. Müasir suvarma genişləndikcə biz real nümunələr əsasında görürük ki, məhsuldarlığın artırılması mümkündür. Sadəcə taxılı, ərzaqlı buğdanı siz qeyd elədiniz. Ərzaqlı buğdada ölkə ortalaması 32 sentner, 3,2 ton olduğu halda 2025-ci ildə ərzaqlı buğda proqramına qoşulmuş bütün təsərrüfatlarda, müasir suvarma qurulmuş təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olmuşdur. Və bu da bizə onu göstərir ki, müasir suvarmanın genişləndirilməsi əlbəttə ki, ana istiqamətlərdən biri olmalıdır. Eyni mənzərəni biz sadəcə buğda istehsalında deyil, digər bütün bitkiçilik məhsullarının istehsalında da görürük. Eyni zamanda burada diqqətinizi ona cəlb etmək istəyirəm ki, tərəvəzlə bağlı. Tərəvəzlə bağlı əgər açıq sahə əkinində ortalama məhsuldarlıq 20 ton olduğu halda müasir suvarma ilə bu 60 tona çatır, lakin istixanalarda bu 300 tona çatır, ölkə ortalaması olaraq 3000 sentnerə çatır və bu bəzi uğurlu təsərrüfatlarda bu rəqəm hətta 4000-4500-də əldə olunur. Yəni bu da istixanaların çox kiçik bir sahədə ancaq böyük istehsal həcmini yarada biləcəyini, eyni zamanda bir hektara daha çox insan üçün işləmə imkanı, məşğul imkanı yaratmağını bizə göstərir. Davamında heyvandarlıq sektorunda olan əsas trendləri təqdim etmək istəyirəm. Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur
Bununla belə ət istehsalında və adambaşı ət istehlakında artım müşahidə olunur və artan ət istehsalı, artan ət istehlakını təəssüf ki, qarşılaya bilmir və buna görə də ət ixalı son illərdə artmışdır. Qeyd edim ki, bu sektor qarşısında, bu sahə qarşısında duran ana çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün etibarilə istənilənə daha aşağıdır və eyni zamanda sürüdə cins heyvanlarının sayı cəmi 2,5% təşkil edir ki, və bu da bizə məhsuldarlığı ciddi şəkildə artırmağa təəssüf ki, şərait yaratmır. Bu nöqteyi nəzərdən icazənizlə növbəti səhifədə məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm. Bitkiçilik sektorunda olduğu kimi heyvandarlıq sektorunda da biz həm süd istehsalında, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük və son 5 ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki onların sayı bugün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına bu 7500 litrdir. Hətta az sayda olsa belə bəzi təsərrüfatlarda bu 10.000-12.000 litrə qədər çatır. Eyni mənzərəni biz mal ətində də intensiv təsərrüfatlarda görə bilirik. Cənab Prezident, aqrar ticarətin dinamikasına toxunmaq istəyirəm. Burada bir neçə vacib məqama diqqətinizi cəlb etmək istəyirəm. İlk növbədə son 5 il ərzində aqrar ticarət artım dinamikası ilə inkişaf etmişdir. Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı, xam mal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir. Belə ki, ixracda biz bu ikisi arasındakı nisbətin 3-4 dəfə xam mal istehsalının daha yüksək olduğunu, idxalda isə aqrar emalın 2 dəfə demək olar ki, daha yüksək olduğunu görürük. Bu bizə ona göstərir ki, aqrar emalın ölkədə artırılması bizim üçün qarşımıza duran ana çağırışlardan biridir. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında bu 5 il ərzində həm məhsul portfelinin genişləndiyini görürük, eyni zamanda ixracat coğrafiyasının da artdığını və genişləndiyini görürük. Bu müddət içərisində, Cənab Prezident, sizin qeyri-neft məhsullarının ixracı istiqamətində verdiyiniz tapşırıqların öz bəhrəsini verdiyini də biz şahidi oluruq. Belə ki, biraz öncə sizin qeyd etdiyiniz kimi fındıqçılıqda Azərbaycan dünyada artıq 4-cü sıradadır. Mən əlavə edim ki, xurma ixracında Azərbaycan dünyada 2-ci sıradadır. 2025-ci ildə isə ilk dəfə olaraq Azərbaycan şaftalı və nektarin ixracında dünyada 9-cu yerə yüksəlmişdir. Bundan əlavə çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da Azərbaycan dünyada ilk 20-likdə ixrac siyahılarında yer almışdır. Bu dönəm içərisində ana 3 kateqoriya ixrac məhsullarımız meyvə, pambıq və tərəvəz təşkil edir. Hər üçü əgər 2021-ci ildə toplam ixracın 87%-ni təşkil edirdisə, 2025-ci ildə onlar 75%-ni təşkil edir və bu da ona göstərir ki, bizim məhsul portfelimiz genişlənir və digər məhsullarda ixracda payı artır. Eyni rəqəmləri biz ixrac coğrafiyasında da görə bilirik. Əgər 2021-ci ildə ilk 5 ölkə toplam ixracımızın 79%-ni təşkil edirdisə, 2025-ci ildə ilk 5 ölkə toplam ixracımızın 71%-ni təşkil edir. Cənab Prezident, diqqətinizi təqdimatda bu hissəyə yönəltmək istəyirəm. Əsasən idxal strukturuna. İdxal strukturu 2025-ci il üzrə təhlil aparılmış və müəyyən olunmuşdur ki, idxal etdiyimiz məhsulların 25%-ni Azərbaycanda tam əvəz etmə potensialı ölkədə var və biz bunların 100% ölkədə istehsalına və idxalın əvəzləşdirilməsinə nail ola bilərik. 50%-də isə təxminən məhsulların isə qismən əvəz etmə imkanlarımız var və burada da həm yerli istehsalın, amma eyni zamanda da müəyyən idxaldan da asılılıq qalacaq. 25% məhsullarda isə bunlar soya, palma yağı, banan, kakao və qəhvə kimi məhsullardır ki, bu məhsullardan isə biz daim idxal eləyəcəyik və bu nöqteyi nəzərdən bu məhsullar üzrə daimi təchizat və tədarük zəncirləri, mexanizmi göz önündə saxlanılmalıdır.
Və mövcud vəziyyətlə bağlı cənab prezident son olaraq aqrar sahəyə dövlət dəstəyinin haqqında məlumatı diqqətinizə təqdim etmək istəyirəm. Son 5 il ərzində nominal ifadədə aqrar sektora dövlət dəstəyi artmışdır. Lakin sizin də çıxışınızda qeyd etdiyiniz kimi, dünyada baş verən həm hadisələr və logistik zəncirlərdə baş verən qırılmalar ümumilikdə istehsal vasitələrinin qiymət artımına gətirib çıxartmışdır ki, bunlar da öz növbəsində nominal olaraq artan dövlət dəstəyinin real ifadədə daha azaldığını bizə göstərir. Dövlət dəstəyi mexanizmləri son illərə qədər əsasən görürük ki, 74% bitkiçiliyə, 20% dövlət texnika dəstəyinə və cəmisi 6% heyvandarlığa yönləndirilmişdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu günə qədər dövlət dəstəyi özü-özlüyündə dominant olaraq sosial yönümlü olmuşdur. Regionların inkişafı, məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin təmini istiqamətinə yönləndirilmişdir. Amma eyni zamanda unutmamalıyıq ki, dövlət dəstəyi məhsuldarlığın artırılmasına, fermerlərin gəlirinin artırılmasına, aqrar emal və ixracın da təşviq olunmasına xidmət edir və bundan sonra da bu istiqamət artırılmalıdır. Cənab Prezident, bura qədər sadaladığım məsələlər mövcud vəziyyəti və qarşımıza duran çağırışları əks elətdirir. Bütün bunları nəzərə alaraq, sizin tapşırığınıza uyğun hazırlanan dövlət proqramı ümumilikdə kənd təsərrüfatında transformasiyanı 4 istiqamətdə ehtiva edir və bu transformasiya çərçivəsində 4 sütun üzərində qurulur. İlk növbədə bu resurs səmərəliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Yüksək əlavə dəyər yaradan kənd təsərrüfatının inkişaf etdirilməsidir. Dəyər zənciri və bazar inteqrasiyasını həyata keçirən və ona əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Və bunların hamısına dəstək olan texnologiya və innovasiyaya əsaslanan kənd təsərrüfatı olmalıdır. Hazırlanan dövlət proqramında, möhtərəm cənab prezident, tədbirlər 2 istiqamətdə nəzərdə tutulub, fundamental tədbirlər və dəstəkləyici tədbirlər. Fundamental tədbirləri növbəti səhifələrdə daha ətraflı təqdim edəcəyəm. Bu, eyni zamanda həm bitkiçilik istiqamətli, həm heyvandarlıq istiqamətli, həm emal və logistika istiqamətli atılacaq tədbirlərdir. Amma eyni zamanda qeyd edim ki, bu dövlət proqramının özünə məxsusluğu ondan ibarətdir ki, bu sadəcə fundamental və sahəvi tədbirləri özündə ehtiva etmir, eyni zamanda qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşmanı da özündə birləşdirir. Hal-hazırda, möhtərəm cənab prezident, tapşırığınıza uyğun olaraq hazırlanmış dövlət proqramının bitkiçilik istiqaməti üzrə hədəfləri təqdim etmək istəyirəm. İlk növbədə buğda istehsalı və pambıq istehsalı istiqamətində siz də çıxışınızda vurğuladığınız kimi ana hədəf, əsas hədəf məhsuldarlığın hər iki məhsul üzrə ölkədə ixtisaslaşmış rayonlar üzrə və 5 tona məhsuldarlığa nail olmaqdır. Və növbəti 5 il ərzində 2030-cu ilə qədər hər ikisi üzrə ümumi məhsul istehsalı, məhsuldarlığı artırmaq yolu ilə məhsul istehsalına və pambıqçılıqda eyni zamanda emal dərinliyinə nail olmaqdır. Buna biz müxtəlif tədbirlərin həyata keçirilməsi ilə nail olacağıq. Burada həm müasir suvarmanın genişləndirilməsi, əlbəttə ki, ana şərtlərdən biri, əsas şərtlərdən biri olacaq. Amma eyni zamanda müəyyən texnika dəstəklərin verilməsi, torpaq işlərinin həyata keçirilməsi, toxumçuluğun, daha məhsuldar toxumların tətbiqi kimi fəaliyyətlər nəzərdə tutulub. Bitkiçilik məhsullarının sahəsinin inkişafı ilə bağlı hədəflərə davam edərkən, müasir suvarma və konsolidasiyaya toxunmaq istəyirəm. Möhtərəm cənab prezident, çıxışınızda vurğuladığınız kimi 2025-ci ildə toplam Azərbaycanda tətbiq olunan müasir suvarmalı sahə 130 min hektar olmuşdursa, 2030-cu ildə əsas hədəfimiz tapşırığınıza uyğun olaraq 300 min hektara çatdırmaqdır. Bu, əlbəttə ki, ölkədə məhsuldarlığın artırmağına xidmət edəcək, regionlarda fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək və bəzi məhsullarda da ixrac potensialını formalaşdıracaq. Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq pilot konsolidasiya və təsərrüfat daxili suvarma şəbəkəsinin, qapalı müasir suvarma şəbəkəsinin qurulması da pilot layihə olaraq nəzərdə tutulmuşdur 2 rayonda. Biz inanırıq ki, bu layihənin icrası əsasında
həm torpaqdan daha səmərəli istifadəyə nail olunacaq, sudan daha səmərəli istifadəyə nail olunacaq. Eyni zamanda o bölgədə yaşayan fermerlərin və orada çalışan fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq. Hörmətli cənab prezident, çıxışınızda vurğuladığınız kimi intensiv bağçılıq və istixana da bizim üçün əsas prioritet istiqamətlərdən biri olaraq qalacaq və növbəti 5 il ərzində intensiv bağların sahəsinin 20.000 hektar artırılması, istixanaların sahəsinin isə 500 hektar artırılması hədəf olaraq qarşımıza qoyulmuşdur. Və burada diqqətinizi bir məqama çəkmək istəyirəm ki, istixanaların artıq istixana aqroparkı modelində inkişaf etdirilməsi nəzərdə tutulur. Və bitkiçilik sahəsində əlbəttə ki, logistika, emal istiqaməti də önəmli əhəmiyyət daşıyır. Taxıl silolarının növbəti 5 ildə 150.000 kubmetr artırılma, həcminin 150.000 kubmetr artırılmasın və çıxışınızda qeyd etdiyiniz kimi soyuducu ambar həcminin isə 500.000 tona çatdırılması hədəf olaraq qoyulmuşdur. Eyni zamanda, möhtərəm cənab prezident, kiçik şərabçılığa və ailə təsərrüfatlarının şərabçılığının inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq bu proqram çərçivəsində də Azərbaycanda kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur və 2030-cu ildə belə təsərrüfatların sayının 20-yə çatdırılması hədəflənir. Möhtərəm cənab prezident, bu səhifədə heyvandarlıq sahəsi ilə bağlı qarşımıza qoyulan hədəfləri qeyd etmək istəyirəm. Süd istehsalında ümumi istehsal həcminin 2030-cu ilə 10% artırılmasının, ət istehsalının 20% artırılmasının hədəf olaraq götürülmüşdür və ət istehsalında da özünü təmin etmə səviyyəsinin 100%-ə çatdırılması qarşımıza bir məqsəd olaraq qoyulmuşdur. Eyni mənzərəni qoyunçuluq üçün də təqdim edə bilərəm. Qoyunçuluq istiqamətində yarım-intensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində ümumi məhsul istehsalının 9% və özünü təminatın 101%-ə çatdırılması hədəflənmişdir. Heyvandarlıq sahəsinin davamında qeyd edeyim ki, quşçuluqla bağlı bugünkü özünə təmin etmə səviyyəsi 82%, ana hədəf olaraq 100%-ə çatdırılması qoyulmuşdur əsas hədəf olaraq və istehsalın 30% artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir. Balıqçılıqla bağlı akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər 2 dəfədən çox artırılması əsas hədəf olaraq qarşımıza qoyulmuşdur. Eyni zamanda buna biz ilk dəfə olaraq ölkədə həm balıqçılıq sahəsinə subsidiyaların və dövlət güzəştlərinin verilməsi ilə nail olmağa çalışacağıq. Eyni zamanda balıq artırma zavodlarının inşaatı da nəzərdə tutulmuşdur. Və cənab prezident, sizin qeyd etdiyiniz kimi təxmini hesablamalar göstərir ki, bu 5 il ərzində kənd təsərrüfatı sektoruna bu dövlət proqramı çərçivəsində 5.9 milyard vəsaitin investisiya olması gözlənilir. Bunun 2.2 milyardı dövlət tərəfindən dəstək olunması nəzərdə tutulur. 3.7 milyardı isə özəl sektor tərəfindən investisiya olunması gözlənilir. Bu investisiyalar və bu dövlət proqramının tətbiq olunması əsasında gözlənilən iqtisadi təsirlərə qeyd etmək istəyərəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2%-dən yuxarı olacağını hesablanıbdır. İxracın artımının 6%-dən yüksək olması gözlənilir və çox mühüm bir məqama diqqətinizi cəlb etmək istəyərəm ki, bu proqram çərçivəsində infrastruktur və bünövrə işləri kənd təsərrüfatında olduqca geniş vüsət alacaq və bunlar təşkil olunacaq və görüləcək bir çox işlər intensiv bağçılıq kimi, istixanaların inkişafı, o etdirilməsi kimi, müasir suvarmaların qurulması, suvarma şəbəkələrinin genişləndirilməsi, bunlar öz təsirlərini 2030-dan sonra daha uzun müddətə göstərməsi üçün hesablanıbdır. Yekun olaraq, möhtərəm cənab prezident, qeyd edim ki, kənd təsərrüfatının transformasiyası dayanıqlı məhsul istehsalından, məhsuldarlığın artırılmasından və
kənd təsərrüfatında səmərəliliyin, resurslardan səmərəli istifadənin artırılmasından keçir. Və siz çıxışınızda qeyd etdiyiniz kimi özəl sektor bu dövlət proqramı çərçivəsində özünə məxsus bir payı və xüsusi bir payı olacaq və onun özəl sektorun üzərinə çox böyük bir məsuliyyətli rol düşür. Bu nöqteyi nəzərdən dövlət qurumlarının özəl sektor üçün həm çevik mexanizmlərin işlənməsi, həm eyni zamanda operativ xidmətlərin verilməsi əlbəttə ki, həm özəl sektor üçün təşviq edici rol olacaq və eyni zamanda onları bu sektora investisiya etməyə daha çox cəlb edəcək. Möhtərəm cənab prezident, aqrar sahədən cavabdeh qurum adından sizə əmin etmək istəyirəm ki, tapşırığınızla hazırlanmış bu dövlət proqramının icrası üçün tələb olunan bütün addımları, eləcə də bu istiqamətdə verdiyiniz bütün tapşırıqları yerinə yetirmək üçün tam səfərbər olacağıq və əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Və digər dövlət qurumlarının əlbəttə ki, səfərbər olması və resurslarının, imkanlarının səfərbər olması da dövlət proqramının uğurlu icrası üçün əhəmiyyətli dərəcədə dəstək olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm, cənab prezident. Sağ olun, əyləşin. Söz verilir Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailova. Möhtərəm cənab prezident, zat alinizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində aqrar sektor Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasında və qeyri-neft iqtisadiyyatın inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, regionların sosial-iqtisadi dirçəliş istiqamətində qəbul etdiyiniz qərarlar bu sahənin inkişafına güclü təkan vermişdir. Məlumunuz olduğu kimi, müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafına, həm də ümumi iqtisadi dayanıqlılığın əsas şərtlərindən biridir. Möhtərəm cənab prezident, 2025-ci ildə Respublika üzrə bütün su mənbələrindən 11,5 milyard həcmində su götürülmüş, bundan 1,7 milyard həcmində su içməli, sənaye və digər məqsədlər üçün istifadə edildikdən sonra su ayrıcılardan verilmiş 7,5 milyard kubmetr hesabına ümumilikdə 1.485.000 hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Əkin və suvarma sahəsində qurumlar arası koordinasiya və effektiv fəaliyyət təşkili məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə fəaliyyət planı təsdiq edilmiş, suvarma suyun təminatına meydana çıxan bütün çətinliklər operativ qaydada həll edilməsi üçün 2 qrupu yaradılmışdır. Birgə fəaliyyət planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və 10 günlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, Respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilmişdir. Bununla yanaşı, sizin birbaşa tapşırıq və sərəncamlarınızla təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatı torpaqlarının su təminatını yaxşılaşdırması məqsədi ilə ölkə üzrə geniş miqyaslı layihələr həyata keçirilir. Əsaslı vəsait qoyuluşu hesabına su qovuşan, Xaçınçay, Köndələnçay su anbarlar kaskadı, 7 magistral suvarma kanallarının yenidən qurulması, həmçinin Zabuqçay su anbarının tikintisi işləri başa çatdırılmışdır. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilir. Bərgüşatçay və Həkəriçay su anbarlarının isə tikintisi başlanması bu il nəzərdə tutulmuşdur. Bununla yanaşı beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız Qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri keçirilmişdir. Bu işlərlə bərabər sizin də qeyd etdiyiniz kimi bu 100 mindən çox, 100 min hektardan artıq çox yeni suvarılan ərazi və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaqdır. Xüsusi diqqətiniz sayəsində Qarabağ və Şərqi Zərgəzuru ümumi su balansımıza tam inteqrasiya olunur.
İşğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Sözü gedən ərazilərdə kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması bizim əsas prioritetlərimizdəndir. Bütün bu layihələr dövlət tərəfindən su və kənd təsərrüfatına göstərilən böyük diqqətin göstəricisidir. Lakin məlumumuz olduğu kimi dövlətimizin infrastruktur layihələrinə qoyduğu böyük sərmayələrin geri qayıtması yalnız texniki həllər və yeni su mənbələrinin yaradılması ilə deyil, eyni zamanda mövcud su ehtiyatlarının səmərəli istifadə ilə artırılması təmin edilməlidir. Bu istiqamətdə əkin sahələri üzrə ənənəvi suvarma üsullarının imtina edilməsi və müasir suvarma sistemlərindən damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir. Müasir suvarma sistemlərinin tətbiqi həm torpaqların şorlaşmasının qarşısını alır, həm də məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımızın qənaət edilərək investisiyaların iqtisadi effektivliyini maksimuma çatdırır. Bugün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafı təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026-2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir intensiv suvarma metodlarından keçirdi şərtləndirir. Həmçinin tədbirlər planında intensiv bağlanan sahəsinin 50 min hektardan 70 bin hektara, istixanalar sahəsinin isə 1500 hektardan 2000 hektara, eləcə də pambıq əkin sahələrinin 100 bin hektardan 85 bin hektara endirilməsi fonunda məhsuldarlığın 17% artırılaraq ümumi istehsalın 425 bin tona yüksəldilməsi bağlı bütün bu hədəflər biz tərəfimizdən təqdirə layiq hesab edilir. Eyni zamanda tədbirlər planında qeyd olunan Qəbələ və Salyan rayonlarında ərazisi 20 min hektar sahənin konsolidasiya və həmin sahələrdə təsərrüfat daxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin Respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması, su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər. Möhtərəm cənab Prezident, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumlarının, xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sıx əməkdaşlıq şəraitində fəaliyyəti təmin edilməkdədir. Aqrar sahənin inkişafı baxımından qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suvarılan sahələrin şorlaşması və degradasiyasının qarşısını əhəmiyyətli dərəcədə alacaqdır. Qeyd olanları nəzərə alaraq təqdim edilmiş dövlət proqramı tədbirlər planının həyata keçirilməsi önəmli hesab edirik. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.